Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Beyləqanda baş verən qəza zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. Xəbər verilir ki, bu barədə təbibdən bildirilib. Beyləqan rayonunda baş verən yol nəqliyyat hadisəsi səbəbilə 4 nəfər kişi 31 iyul 2026-cı il tarixində saat 18:00 radələrində Beyləqan rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Onlara bədənin çoxsaylı travması diaqnozu təyin edilib. Xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilir və ixtisaslı tibbi yardım göstərilməsi üçün Saatlı rayon mərkəzi xəstəxanasına və İmişli rayon mərkəzi xəstəxanasına təxliyə olunublar. Hadisə nəticəsində 1972-ci il təvəllüdlü şəxsin kişi cinsli həkimə qədər ölüm faktı qeydə alınıb. Bərdədə bədbəxt hadisə baş verib. Xəbər verilir ki, hadisə rayonun Hacı Əhmədli kəndində qeydə alınıb. Kənd sakini 1947-ci il təvəllüdlü 79 yaşlı kişi ağac kəsən zaman ehtiyatsızlıqdan yuxarı Qarabağ kanalına yıxılıb. Nəticədə o suda boğularaq həyatını itirib. Mərhumun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilir. Faktla bağlı araşdırma aparılır.